Son dövrlər bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı şikayətlər nəzərə çarpacaq dərəcədə artıb. Xüsusilə diqqət çəkən məqam bu cinayətlərin çox vaxt ölkə xaricindən həyata keçirilməsi və nəticədə vətəndaşların hüquqlarının qorunması məsələsinin daha da çətinləşməsidir. Qlobal Infoza danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, məsuliyyət konkret hadisənin necə baş verməsindən asılıdır. Stat: bankla müştəri arasındakı münasibət müqavilə ilə tənzimlənir. Bank hesabı açılarkən tərəflər arasında müqavilə bağlanır və bu müqavilə çərçivəsində hər iki tərəf qeyd edilən öhdəlikləri daşıyırlar. Məsələn, hesabın təhlükəsizliyini təmin etmək bankın öhdəliyidir. Müştəri isə öz növbəsində ödəniş alətlərindən düzgün istifadə etməyi və məxfi məlumatları qorumağı öhdəsinə götürür. İqtisadçı bildirib ki, bank dələduz əməliyyatları vaxtında aşkar edib bloklamalıdır. Məsələn, müştəri heç bir kod paylaşmayıb, heç bir linkə daxil olmayıb, ancaq buna baxmayaraq kartından ardıcıl olaraq 5 xarici əməliyyatla pul çıxarılıb. Bu kimi hallar müştərinin iradəsi xaricindədir. OTP daxil edilməyibsə və ya sistem bunu düzgün qeyd etməyibsə, bu artıq bank üçün risk deməkdir. Fərqli ölkələrdən eyni anda əməliyyatlar, qısa müddətdə çox tranzaksiya və sair kimi durumlarda bankın dərhal reaksiya verməsi mütləqdir. Əks halda bunlar bankın səhlənkarlığı kimi qiymətləndiriləcək. Həmçinin də əgər kart məlumatları bank sistemindən sızıbsa, bu da tam olaraq bankın məsuliyyətidir. Bu kimi hallarda bank zərəri tam şəkildə ödəməlidir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.